Başlayır İmam Musa Kazımın təqib dövrü, təzyiq dövrü. İmam Musa Kazım başlayır, yəni ona qarşı təzyiqlər güclənir, siyasət dəyişir, onu zindana salırlar. 14 il zindanda olur. 14 il müəyyən müxtəlif zindanlarda ömrü keçir. Harunun dövrünə təsadüf eləyir. Harun da ki, ən qüdrətli Abbasi xəlifəsi idi demək olar ki. Və bir həddə çatır ki, Mədinədə yaşamaq mümkün olmur Əhl-i Beyt üçün. Ən çətin dövrlərdən biridir. Əhl-i Beytin xanımları, İmam Musa Kazımın qızları evdə neçəsində bir paltarı var idi, namaz paltarı. Ki, biri qılırdı, sonra onu bayrada çıxa bilmirdilər. Bir paltar bir ailəyə qarət edirdilər, təzyiq, təqib, çox zülümlər o dövrdə Əhl-i Beytə qarşı olub və həmin dövrdə onlar hicrət edib gəliblər. Məsələn, Bakıda Bibi Heybət ziyarətgahı var ki, çox mötəbər ziyarətgahdır. Və başqa imamzadələr ki, İmam Musa ibn Cəfər əleyhissalamın qızlarıdır, Rəhmə xanımın ziyarətgahı var Nardaranda, Bilgəhdə xanım Leyla var. İndi sənədləri nə qədər mötəbərdir deyə bilmərəm. Ən mötəbəri bilirəm Bibi Heybətdir ki, o kitablarda da qeyd olunub. Bunlar da ki, o demək deyil ki, bunların adı düşməyibsə, deməli bunlar yalandır. Bir şeyin sənədinin olması yalan olmağına əsas vermir. Ola bilər tarixə düşməsin, amma çox övladı olub. Və fikir verin ki, Azərbaycanın da dəyəri bundadır ki, o zaman bu ərazilərə köç eləyirlər və pənah gətirirlər və Azərbaycan qucaq açır Əhl-i Beytə. Və ona görə də bura Əhl-i Beyt diyarı olub tarixən. Əhl-i Beytin bura pənah gətirməsi, o qəbirlərin burada olması bizim xalqımızın da tarixində müstəsna rol olan hadisələrdir. Həm də bizim tarixi keçmişimizi bizə tanıtdırır, bizim necə fəzilətli bir xalq olduğumuzu. Öz vətənlərində yeri dar elədilər onlar bura pənah gətirə bildilər. Ona görə də bu ziyarətgahları həmişə çalışaq boş qoymayaq, çünki bunlar bizim mənəvi sərmayəmizdir. Bu övladlar içində İmam Musa ibn Cəfərin qızı Fatimə Məsumə də var idi ki, o başqalarından seçilirdi. Hamısından daha fəzilətli sayılırdı. İş belə yerə çatırdı ki, gəlmişdilər uzaq yerdən İmam Musa Kazım əleyhissalama suallar ünvanlamağa, məktublar. Deyir, İmam Musa ibn Cəfər evdə yox idi. Xanım Məsumə 9-10 yaşı var idi. 8-10 yaşı. Dedi ki, məktubları mənə verin. Bütün məktublarda olan sualları cavablandırdı, səhər götürdülər. Gedəndə yolda İmam Musa Kazım gördülər. Dedilər, biz sizi görə bilmədik, qızınız cavab verdi. Dedi, verin baxın. Baxdı, oxudu, dedi, fədaha əbuha, atası ona fəda olsun, atası ona qurban olsun ki, necə dəqiqliklə bütün sualları cavablandırıb. Elm və mərifət çeşməsidir. Allah bizi Həzrəti Məsumədən, Əhl-i Beytdən kənara salmasın inşallah.